Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər biriniz yaxşısınız. Bu gün Nərgiz Nəcəf 250 sınaqdan ikinci sınağın izahı ilə tanış olacaq. Görək suallarda bizdən nə tələb edir. Birinci suala baxdığımız zaman choose the compound nouns. Mürəkkəb isimləri seçin. 1-ə baxdığımızda agreement, ment şəkilçisini gördüyümüz zaman bilirik ki, bu sufiksdir və düzəltmə isim yaradır. Ona görə biri tez variantlardan çıxarıq. İkinciyə baxdığımız zaman alarm clock iki sözün birləşməsindən ibarətdir. 2 doğrudur. Apple tree doğrudur. Application-da ion şəkilçisi düzəltmə isim yarattığına görə 4 səhvdir. Airport iki sözün birləşməsindən ibarətdir. Doğrudur. Actress-dəki S şəkilçisi söz düzəldən şəkilçi olduğuna görə altında variantlardan çıxarıq. Doğru cavabımız olacaq 2, 3, 5. A variantı. Qeyd edək. İkinci suala baxdığımız zaman choose the compound nouns. Mürəkkəb isimləri seçin. A variantına baxdığımızda dining room mürəkkəbdir. Bookcase mürəkkəbdir. Exhibition-da ion şəkilçisi olduğuna görə düzəltmədir. A variantını çıxarıq. B variantına baxdığımız zaman hər biri iki sözün birləşməsindən ibarətdir. B variantı doğru cavabımız olacaq. C variantında kingdom-da dom şəkilçisinə görə, D variantında hood şəkilçisinə görə, Y variantında isə nest şəkilçisinə görə bunları da çıxarıq. Doğru cavabımız olacaq B variantı. Üçüncü suala baxdığımız zaman yenə bizdən mürəkkəb isimləri tələb edir. Birdə dom şəkilçisi var ki, bu sufiksdir. 1 səhvdir. 2 mürəkkəbdir. 3 də mürəkkəbdir. 4-ə baxdığımızda economy sadə sözdür. Ona görə 4-də çıxarıq. Car driver. Bu da mürəkkəb söz olduğuna görə 5-də götürək. Doğru cavabımız 2, 3, 5 D variantı olacaq. Dördüncü sualın izahı ilə davam edək. Dördüncü sualda choose the compound nouns. Mürəkkəb isimləri seçin. 1 doğrudur, mürəkkəbdir. Information-da ion şəkilçisi var. Ona görə düzəltmədir. 2-ni variantlardan çıxarıq. Picture sadə sözdür. 3-ü də çıxarıq. Spaceship. Artıq spaceship olduğunda bu ship gəmi mənasını verdiyinə görə 4-də doğrudur. Leadership də düzəltmə söz yaradır. Ona görə 5 səhvdir. Doğru cavabımız olacaq 1, 4, C variantı. Aha, 5-ci suala baxdığımız zaman choose the nouns. Bizdən isimləri seçməyimiz tələb olunur. Discovery kəşf deməkdir. Sondakı Y şəkilçisindən də biz bunu görə bilərik. 1 doğrudur. Sunny günəşli deməkdir və sifətdir. 2 səhvdir. Difficulty çətinlikdir. 3 də doğrudur. 4-ə baxdığımızda honesty dürüstlük. 4-də doğrudur. Tiny balaca sifətdir. Especially xüsusilə zərfdir. 6-nı da variantlardan çıxarıq. Doğru cavabımız 1, 3, 4 D variantı olacaq. Qeyd edək. 6-cı suala baxdığımız zaman choose a line of derivative nouns. Düzəltmə isimləri cərgəsini seçək. A-ya baxdığımız zaman hər ikisi mürəkkəbdir. Variantlardan çıxarıq. B-yə baxdığımız zaman birinci söz mürəkkəbdir. Variantlardan çıxarıq. C variantında movement düzəltmə olsa da moonlight mürəkkəb sözdür. C-ni də variantlardan çıxarıq. D variantına baxdığımız zaman hər ikisi düzəltmədir. Y variantına baxdığımız zaman isə handball mürəkkəb sözdür. Aha, davam edək 7-ci sualın izahı ilə. Deyir choose a pair of noun forming suffix isim düzəldən şəkilçilər cərgəsini seçək. Aha, deməli Y variantı doğru cavabımız olacaq. Burada 8-ci suala baxdığımız zaman hansı sözlər pen sözü ilə deyir ki, mürəkkəb isim yarada bilər. Pen knife bu mürəkkəb isim yarada bilər. 1 doğrudur. Pen friend qələm dostu bu da yarada bilər. Pen egg deyə bir şey yoxdur. 3 səhvdir. Pen coat deyə bir şey yoxdur. Pen name də doğrudur. Doğru cavabımız olacaq 1, 2, 5 B variantı. 9-cu suala baxdığımız zaman ship ilə düzələn sözləri seçmək. Friendship bildiyimiz kimi doğrudur. Dostluq deməkdir. Darkha ship artırılmır. Daha çox nes artırılır. Ona görə 2 səhvdir. Child'da food artırılır. 3 də səhvdir. Membership ola bilər. King'ə daha çox dom artırılır. 5 də səhvdir. 6-da move'a ment şəkilçisi artırılır. Ona görə 6 da səhvdir. Doğru cavabımız olacaq 1, 4 C variantı. Ona baxdığımız zaman choose the compound nouns. Mürəkkəb isimləri seçək. 1-ə baxdığımız zaman düzəltmədir. 2 mürəkkəbdir. 3 də mürəkkəbdir. Rain və drop sözlərinin birləşməsidir. 4-ə baxdığımız zaman ship şəkilçisini görərik. Düzəltmədir.
Dependence'a baxdığımız zaman ence şəkilçisi var. 5-də səhvdir. 6 mürəkkəbdir. Post və mən sözlərinin birləşməsindən ibarətdir. Doğru cavabımız olar 2, 3, 6 A variantı. 11-ci suala baxaq. Choose a line of derivative nouns. Düzəltmə isimlər cərgəsini seçək. A variantında kabət sözünü gördükdə mürəkkəbdir. A-nı çıxarıq. B variantına baxdıqda spaceship-i görərik. Burada da mürəkkəb söz var. Ona görə B-ni də variantlardan çıxarıq. C variantına baxdığımız zaman hər biri düzəltmədir. C doğru cavabımız olacaq. D-yə baxdıqda fayəmmən mürəkkəbdir. Ona görə D-ni də çıxarıq. Y-yə baxdıqda bathroom sözü mürəkkəbdir. Ona görə Y variantını da çıxarıq. 12-ci suala baxdığımız zaman which suffix forms nouns from the words invent və discuss. Invent və discuss sözlərinə hər birinə ion şəkilçisini artırmaq mümkündür. Invention ixtira, discussion müzakirə deməkdir. Ona görə A variantı doğru cavabımız olacaq. 13-cü suala baxdığımızda choose the derivative nouns yenə düzəltmə isimləri tələb edir. Payment ödəniş düzəltmədir. Ment şəkilçisini görürük. Monument sadə sözdür. Ona görə ikini variantlardan çıxarıq. Movement hərəkət deməkdir və ment şəkilçisi ilə düzəlib 3-də doğrudur. Document sadə sözdür. Bunu belə də müəyyənləşdirə bilərsiniz şagirdlər. Ment şəkilçisini buradan sildiyimizdə doku deyə bir söz ingilis dilində olmadığına görə 4 səhvdir. Development, ment şəkilçisi burada düzəltmə söz yaranıb. Develop özü inkişaf etmək deməkdir. Development də inkişafdır. Instrumentdə ment şəkilçisini artdığımız zaman instru deyə bir sözümüz olmadığına görə 6 da səhvdir. Doğru cavabımız olmalıdır. 1, 3, 5 B variantı. Keçək digər hissəyə. 14-cü suala baxdığımız zaman choose a line of derivative nouns yenə düzəltmə isimlər cərgəsini tələb edir. Flower sadə sözdür. A variantını çıxarıq. B variantında deyincə sadə sözdür. B variantını da çıxarıq. C variantında teacher düzəltmədir. Letter sadə sözdür. Ona görə C-ni də variantlardan çıxarıq. D variantında gördüyümüz kimi smaller daha balaca. Bu isim əmələ gətirməyib. D variantını da çıxarıq. Y variantı bizim doğru cavabımız olacaq. Hər biri düzəltmə sözdür. 15-ci sualda deyir. Choose a compound nouns. Mürəkkəb isimləri seçin. Birinciyə baxdığımız zaman spaceship mürəkkəb isimdir. Doğrudur. Battleship mürəkkəbdir. Doğrudur. Friendship düzəltmədir. Ship şəkilçisi burada. Frienddə artırıldığına görə dostluq mənasını verir. Leadership liderlikdir. 4-də səhvdir. Warship müharibə gəmisi, gəmi mənasındadır burada. Bu sözləri əzbərləsəniz sizin üçün daha yaxşı olar. Relationship burada əlaqə mənasındadır, yəni düzəltmə isimdir. Ona görə bizim doğru cavabımız olmalıdır. 1, 2, 5 D variantı. 16-cı suala baxdığımız zaman choose a line of nouns isimlər cərgəsini seçməliyik. A variantında beginning başlanğıc isimdir. Boring can sıxıcı sifətdir. A variantını çıxarıq. B variantında tiring sifətdir. B-ni də çıxarıq. C variantında attractive sifətdir. C-ni də çıxarıq. D variantına baxdığımız zaman careless qayğısız deməkdir. D-ni də çıxarıq. Difficult və honesty bizim doğru cavabımız olacaq. 17-yə baxdığımız zaman yenə isimlər cərgəsini seçməliyik. Interesting sifətdir. Digərinə baxdığımız zaman hər biri isim olduğunu görərik. B variantı doğru cavabımız olacaq. Luxury dəbdəbədir. Useless faydasız. C variantında çıxarıq. Useless sözünə görə çıxacaq uşaqlar burada. D variantına baxdığımız zaman nomadic köçəri deməkdir, sifətdir. D variantında variantlardan çıxarıq. Y variantına baxdığımız zaman burada 18 sözünün say olduğunu görərik. Ona görə Y variantında variantlardan çıxarıq. 18-ə baxdığımız zaman deyir ki, hansı söz assistentə, daha doğrusu hansı şəkilçilər assist fe'lini artırıla bilər. Bildiyimiz kimi burada assistance kömək deməkdir, assistant da köməkçi deməkdir. 1 və 5 doğru cavabımız C variantı olacaq. 19-a baxdığımız zaman isim düzəldən şəkilçiləri seç deyirsə, Y variantını doğru götürərik. Çünki hər bir isim düzəldən şəkilçidir. 20-yə baxdığımız zaman armchair 2 sözün birləşməsidir. Childhood düzəltmə olduğuna görə səhvdir. Development düzəltmədir. Bedroom 2 sözün birləşməsi mürəkkəbdir. Friendship düzəltmədir. Babysitter mürəkkəbdir. Doğru cavabımız 1, 4, 6 B variantı olacaq.
Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənədək digər dərslərin izahı da kanalda paylaşılacaq. Həmçinin istəsəniz bu nömrə ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz.